İran, Azərbaycanımıza da qonaqlarımız. Zaten qonaq da deyil, həm bütün Türk torpaqları bizim üçün, Türk devletləri hepimiz hamımız için doğmadır. Maşallah Türk xalqları Türkistan'da, Anadolu'da, Çerkük'te, Həlep'te, Kırım'da, Gürcistan'da, her yerde maşallah varız. Birçok devletler kurmuşuz. İnşallah kurmaya da devam edeceğiz böyle devletleri. Türkmenlerin, Oğuzların kurduğu devletlerden biri de Əfşarlar dövlətidir. Əfşarların birçok devlet olur tarihte. Büyük devletler gruplar. Biz bilirik ki, Zəngilər də Əfşarlardandır, Karamanlar da Əfşarlardandır. Birçok Əfşar Oğuzların, bilirik ki, Əfşarlar da digər Oğuz boyları kimi, bəlkə də digər Oğuz boylarından da bir qədər də, məsəl üçün, daha döyüşkən bir boy olubdur, Əfşarlar. Əfşarlar daha döyüşkən bir boy olubdur. Əfşarların kurduğu büyük devletler biri de biz bilirik ki, 1730'cu illərdə Nadir Şah Əfşar. Əfşarların da Kırklı tayfasıdır, belə deyirlər. Əfşarlar igid dediğimiz gibi döyüşkən, cəsur bir boylardan biridir, Oğuz boylarından biridir. Bildiğiniz gibi Qızılbaşlar dövləti var idi, Səfəvilər də deyirik. Türkmenlerin Oğuz tayfalarının kurduğu Səfəvilər var idi. Səfəvilər də bilirsiniz, Türkiye'de Qızılbaşlar da biz deyirik. Qızılbaşlar da bilirsiniz ki, elə ustacılardır, tekarlardır, şamlulardır, kazarlardır, əfşarlardır. Digər belə əsas da bu tayfaların üzərində, boyların üzərində qurulmuşdur. O bitdikdən sonra 1730-cu illərdə Əfşarlardan Nadir Şah Əfşar bildiğimiz gibi Nadir Xan idi. Sonradan Nadir Şah Əfşar oldu. İndi bizdir Nadir Şah Əfşarın devletini de bəzən İran devleti kimi deyirlər. İran bilirsiniz ki, İran adlı bir anlayış var. Hal-hazırda da İran adlı bilirsiniz ki, bir devlet de var. O da 1935-ci ildən sonra özlərini İran adı verdilər. Ancaq biz bilirik ki, tarixi torpaqlarda Türk devletləri var idi. Onlardan biri dediyimiz kimi Əfşarlar dövləti idi. Əfşarlar dövlətinin də əhəmiyyəti böyükdür. Nadir Şah Əfşar özü böyük bir şəxsiyyət idi. Yanlışları da oldu. Yanlışları oldu. Ancaq herhalde doğruları da oldu, yanlışları oldu. Yanlışları da dövlətin qısa sürməsinə səbəb oldu. Ancaq ideyalar yaxşı idi.